Allahın möcüzəsi adlandırılan Tibet zirvəsində yaşayan Kardisepsin maraqlı həyat hekayəsini bugün sizlərlə paylaşacağım. Kardiseps Tibet zirvəsində 3500 metr yüksəklikdə həm bitki, həm də həşərat kimi yaşayır. Bəs bu necə baş verir? Yay sporu dövründə Kardiseps bitki olaraq sporlarını havaya atır. Sporlar kəpənəyin bədəninə yapışır, onu parazitləşdirir və qış yuxusuna yatır. Bu sərt şəraitdə sağ qalan Kardiseps qış yuxusundan sonra bitki kimi böyüyür, sporlarını əmələ gətirir və dövrü təkrarlayır. Kardiseps yüksək yaşama qabiliyyətinə malikdir. Özündə bir çox maddələri, qidaları və bioloji aktiv maddələri cəmləşdirir. Kardisepsi Tibet şəfaçıları min illərdir xüsusi bitki kimi istifadə edirlər. Bəs biz Kardisepsi necə istifadə edə bilərik? Tian şirkətinin Kardiseps bitkisindən hazırlanan bu məhsulu bir çox xəstəliklərin qarşısını almaqda çox güclü effektə malikdir. Bu xəstəliklərdən prostat, sistit, digər böyrək və sidik cinsiyyət orqanı xəstəlikləri, xoş xəstəlik, bəd xəstəlik, şişlərin kompleks müalicə